Dini inancları olan insanlar bağlılıqlardan, pis vərdişlərdən, asılılıqlardan çox daha rahat qurtula bilirlər. Bu barədə alimlərin araşdırması var. İzləyək. Dini və ruhani inanclar asılılıqdan qoruya bilər. Yeni araşdırma göstərir ki, dini və ya ruhi inanclar insanları alkoqol, narkotik və siqaret asıllığından qismən qoruyur. JAMA Psychiatry jurnalında dərc olunan və 500 mindən çox insanın iştirak etdiyi 55 tədqiqatın təhlilinə görə, müntəzəm dini fəaliyyət və ya ali gücə inam zərərli vərdişlərə meyli azaldır və bərpa prosesini asanlaşdırır. Alimlər bildirirlər ki, dini icmalar sosial dəstək, ümid və mənəvi dayaq yaradır. Bu amillər xüsusilə tənhalıq və stresslə mübarizədə mühüm rol oynayır. Tədqiqat müəlliflərinin fikrincə, dini ayinlər xüsusilə stress, tənhalıq və psixoloji gərginliklə mübarizədə mühüm rol oynayır. Araşdırma həmçinin göstərib ki, belə mənəvi bağlılıq qadınlarda bərpa prosesini daha da sürətləndirir.